Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin, hətta gələcək nəsillərin belə inkişaf yolunu müəyyən edir. Azərbaycan dövlətçiliyinin tarixində də məhz Heydər Əliyev belə şəxsiyyətlərdən olub və ümumilli liderlik zirvəsinə ucalıb. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər müasir, müstəqil Azərbaycanın banisidir, memarıdır. Çox mürəkkəb və çətin bir dövrdə Heydər Əliyev tərəfindən Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi və Ulu Öndərin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə xaos hökm sürürdü. Bir tərəfdən ərazilərimizi itirmək, digər tərəfdən isə vətəndaş müharibəsi, daxildə parçalanmalar təhlükəsi ilə üz-üzə qalmışdıq. Ölkədə siyasi, iqtisadi, sosial sahələrdə böhran müşahidə olunurdu. Belə bir mürəkkəb dövrdə Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu. Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. 93-cü ildə vətəndaş müharibəsi başlaydı. Elə 93-cü ilə qədər insanlar rahat yaşayırdılardı. Yox. O illərin əksəriyyətini Azərbaycan, xüsusən Bakı fövqəladə şərait vəziyyətində yaşayırdı. Avtomatların altında yaşayırdı, topların altında yaşayırdı. Silahlı ayrı-ayrı qanunsuz dəstələrin qorxusu altında yaşayırdı. Biz bunları oradan qaldırdıq. Biz bunları ləğv etdik. Biz Azərbaycanda sabitlik yaratdıq. İctimai siyasi sabitlik yaratdıq. Əmin-amanlıq yaratdıq. Heydər Əliyev çox nadir bir tarixi şəxsiyyət idi. Heydər Əliyev tarixi yaradan, gələcəyi quran bir tarix fenomeni idi. Və ən əsas odur ki, Heydər Əliyev Azərbaycan xalqı yaratmışdır. Özünün zəngin tarixi ilə, zəngin mədəniyyəti ilə və eyni zamanda öz oğul və qızlarına həm xalqını qorumaq, eyni zamanda dünyanın axarını tapmaq düşüncəsini verməklə. Ulu Öndərin atdığı ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın konstitusiyasının hazırlanması, hüquqi sferada köklü islahatların həyata keçirilməsi oldu. Ulu Öndərin sözləri ilə desək, müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması çox böyük tarixi hadisə idi. Heydər Əliyev böyük islahatlar apardı. Demokratik konstitusiya qəbul etdirdi, özəlləşdirmə apardı, torpaq islahatı keçirdi, mətbuat üzərində senzuranı götürdü, Avropa Şurasına qəbul olundu. İnsan hüquqları Avropa Məhkəməsinin üzvü olduq. Azərbaycanda sosial rifahın yüksəlməsi cəmiyyət üçün çox ciddi məsələlərin birinə çevrildi. Mənzil tikintisi, kommunikasiyaların yenilənməsi, təhsilin, səhiyyənin keyfiyyətinin artırılması, bütün bunların hamısı Heydər Əliyev tərəfindən əsası qoyuldu. Ən əsas Heydər Əliyev Azərbaycanın gələcəyə gedən yolunu müəyyənləşdirdi. Heydər Əliyev informasiya blokadasının yarılması, Qarabağ həqiqətlərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması məsələsinin beynəlxalq ictimaiyyətin gündəminə gətirilməsi istiqamətində mühüm addımlar atdı. Həmin dövrdə ərazi bütövlüyümüzün sülh, danışıqlar yolu ilə təmin edilməsi istiqamətində gərgin və səmərəli iş aparılırdı. Ölkənin ərazi bütövlüyünü bərpa etmək, dövlətçiliyini möhkəmləndirmək üçün Azərbaycanın dünyanın nəhəng və yüksək inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına hesablanmış siyasət yeridilirdi. Beynəlxalq təşkilatlarla geniş və sıx əməkdaşlıq qurulurdu. İndiyə görə xalq qarşısında etdiyim xidmətlərə görə heç bir mükafat ehtiyacında deyiləm. Heç bir mənə şan, şöhrət də lazım deyil. Mənim üçün ən yüksək mükafat bundan sonra da
xalqın etimadını doğrultmaqdan ibarət. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsinin başlanğıcı məhz o dövrdə Ulu Öndər tərəfindən qoyuldu. Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının konstitusiyasında öz əksini tapmış, suverenlik və ərazi bütövlüyü ilə bağlı normalar Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ilə bərpa edildi. Bugün Azərbaycan müstəqil siyasət yürütməyə qadir, dayanıqlı iqtisadi sistemə malik, müasir sürətli inkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq birliyin tam hüquqlu üzvü olan nüfuzlu dövlətdir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaqla qlobal xarakterli strateji layihələrin nəinki iştirakçısı, eyni zamanda təşəbbüskarı qismində çıxış edir. Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bugün Azərbaycan reallıqları, uğurlar, qələbələr bax bu yolun təməlində dayanıb. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.